Azərbaycanda bu şəxslərin pensiya yaşı azaldıla bilər. Yeni güzəştlər gündəmdə. Azərbaycanda 3 və daha çox uşağı olan ailələrin nümayəndələrinin 5 il tez güzəştlə pensiyaya çıxmasının tətbiq olunması istiqamətində qanunvericilikdə dəyişikliklər edilməsi təklif olunub. Report xəbər verir ki, bununla bağlı təklifi deputat Əli Məsimli verib. Onun sözlərinə görə pensiyaların artırılmasının mənbələri çoxdur. Əsas mənbələrdən biri bilavasitə ümumi daxili məhsulda əməyin ödəniş xərcləridir. Təhlillər zamanı görürük ki, bu xərclərin ümumi daxili məhsulda payı Azərbaycanda uzun müddət 20%-dən aşağı və onun ətrafında olub. Bu, MDB ölkələri ilə bağlı göstəricidən, orta göstəricidən 2 dəfə aşağıdır. Son illərdə bununla bağlı müəyyən dəyişikliklər, tərəqqi var. Deputat əlavə edib ki, Azərbaycanda pensiyaya 5 il tez çıxmaq güzəşti 5 və ondan artıq uşağı olan analara verilib. Gənc ailələrdə 5 və ondan artıq uşaq çox nadir hadisədir.